2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üç tərəfli razılaşmalar öz aktuallığını itirməyib. Telegraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin həmin razılaşmaların 5 illiyi ərəfəsində yaydığı bəyanatda deyilir. Nazirlik qeyd edib ki, üç ölkə liderlərinin uzun müddətli danışıqları qan tökülməsinə son qoyub və regionda dinc həyatın bərpasına yönəlmiş tədbirlər kompleksini işə salıb. Xarici İşlər Nazirliyi iddia edib ki, bəyanata əsasən yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti regionda vəziyyətin sabitləşməsi, təhlükəsizliyin təmin edilməsinə əvəzsiz töhfə verib. Bildirilib ki, sonradan üç ölkə arasında kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası və digər məsələlərlə bağlı daha üç bəyanat qəbul edilib. Stat. Ümumilikdə bu 4 bəyanat yüksək səviyyədə sülh prosesinin yol xəritəsini təşkil edir. Bu razılaşmalar qüvvədə qalır və öz aktuallığını itirməyib. Üç tərəfli formatda formalaşdırılmış mühüm əsaslardan Azərbaycan və Ermənistan tərəfləri birbaşa dialoq çərçivəsində aktiv şəkildə istifadə edirlər. Statın sonu. Bəyanata görə bu razılaşmadan 5 il sonra Bakı və İrəvan normallaşma prosesinin geri dönməz olması üçün sülh sazişinin imzalanması, Cənubi Qafqaz ölkələri və onların qonşuları üçün faydalı olacaq nəqliyyat və iqtisadi əlaqələrin bərpası, dövlət sərhədinin ədalətli delimitasiya və demarkasiyası, vətəndaş cəmiyyəti səviyyəsində səmərəli təmasların qurulması baxımından hələ çox iş görməlidir. Rusiya tərəfi bundan sonra da Azərbaycan və Ermənistan tərəfdaşlarına bütün istiqamətlər üzrə, o cümlədən 3+3 regional əməkdaşlıq platforması çərçivəsində hərtərəfli dəstək göstərməyə hazır olduğunu bəyan edib.